Assalamu alaykum ikrarli qarindoshlar. Sizlarning diqqatingizga Qozog'iston Uyg'urlari kanalidagi xabarlar programmasini havola qilamiz. Huzuringizga Qozog'iston Uyg'urlari munosabatidagi yangiliklarni sunmoqchimiz. Sizlar bilan xabar bo'limining жүргізушілері Shahniza Aziziy va Shahzod Asim. Samimiy xabarlar bizning kanalimizda. Ассаламу алейкум, дорогие зрители! Вы смотрите программу «Новости» на канале Казахстан Уйгурлары. Предлагаем вашему вниманию новости и анализ материалов о жизни уйгуров Казахстана. С вами ведущий блока новостей Шахзад Асым и Шахниза Азизи. Здесь делают честные новости. В Республиканском доме дружбы состоялась встреча уйгурской общественности Казахстана с председателем комиссии США по религиозной свободе Нури Тюркелем. Подробнее в нашем репортаже. Нури Тюркель родился во время культурной революции в лагере трудового перевоспитания в Китае. После своего недавнего назначения на должность главы комиссии США по свободе вероисповедания он стал защитником свободы вероисповедания в Китае и в других странах мира. Kanun oluş gerek veya organ oluş gerek diyen bir arzu armam bilen ve şu nişandan şu kanun okuyup halklara dini erkeklik kanunu. Anasından ağrılsa bir hakkısı var, dadısına ağrılsa bir şükürcü var. Zaten ağrılmaz bir ömür zıplaydı ki ama muhtamadı. Bizim devlet rehberi Kasım-Jomart Kemaloğlu Tokayev, şu bütün Kazakistan'daki milletlerinin hukuki, birliği, temligi ve başka Müşahideme yezigida chiqirib, ular köydögen bilen biz saklap qilish niyetida biz shuni saklab qoldik. Abi, ben 60 yıl kadar hesabıtım olsun, neme kıldınsa, ben bu vatandaşı şiir yezip şöyle. Moşuna çıkarıp verdi o kadar. Hazır, bunu Kazakistan müstaqillığının bir nimet bizge tetken mevzusu, bunu İntizar degan jurnalimiz var. İmam Gadisi İntizar degan jurnalimiz var. Digichiligi bor-da. Moshunamni mana ben dedim o. Siz şu taxta o'taganda biz tabriklab chiqamiz. Aşağıda sohbetlerimiz hammasini biz berib turibmiz, qo'shilibmiz. Ben Kazakistan Uygurları Yeter Televizyasından başım hayırlı bolmar ismim Şahniza. Bugün Kazakistan'da sizni görgünümüzge nayt hoş bulduk. Vay rahmet. Endi bizning sizga bo'lgan bir necha savollarimiz bordi. Rahmet. O bo'lsa-mu bugungi kunlikda shu dunyoning joy-joylariga ishilib ketgan Uyg'urlarning ayrilmas bir bo'ligi sifati bilan Qozog'istonlik Uyg'urlar haqida bo'lgan hissiyot, kayfiyatlaringiz bilan bo'lishsangiz. Rahmet aldı bilen ziyaret teklif kılmamız için. Kazakistan'a geliş uzundan beri bu yan menimki çok arzularımdan biriydi. Çünkü vatanga yakın bir yer yaşayan vatandaşlarının ki bulup Uygur vatandaşlarının nüfusu başka devletlere nispeten köp hesaplanıyor. Hem küçükümden şu bizim hem apı taraftan hem dadı taraftan uruq kaldırmız Kazakistan'da ve Özbekistan'da boğun için bir bağlantı, aile bağlantısı bahis kılattım. Şu vəcidə uzun yıldan beri keliş arzusu boğan, ötken yıl 4-cü il Özbekistan'a keliş fürsətim oldu, bu yıl Qazaxıstan'a keliş fürsətim oldu. Bu cəhətdən mən aytı hayacanda, xudu vətən kelgəndək oldum, bulup bir yerdə Uyğur qarindaşlarla görüşüp, hayacanlandım, ümitlendim və köp cəsarət aldım. Qazaxistandaki bu ABY məktəblərinin ahvalını anlattı. 16.777 nəfər Uyğur prezidenti özünün anlatıldığı marif biliş fürsəti varkən, bence bu çok bir möcüze deyip gördüm. Çünkü dünyanın hiç qandaq bir yerde bunçalik köp sandaki Uyğur prezidenti anlatıldı. Özününki marifini evatqan bir vəziyyət yox. Xitayda uzun yıldan beri en azı bir 20 yıldak oldu. Bu Uyğur tili əməldən qaldırılıyordu. Bu medeniyet ve şu dindin kelgen qimmat göz qarşıyatda özünü saqlab qala alğan millət Yahudlarga oxşaş saqlab qalğandan başqa keləcəkdə bir qudretlik dövlətə, millətə aylanışmaq mümkünçülüyü var və şundaq bir örnəkini görüb durubduq. İkinciden
Bu her devlet, her kaysi devletlerde yaşatkan şu Uygur yeni devir perzentleri köprek siyasi hayatqa qadam ilişini teşebbüs kılma. Yakında bizim Yapon'da doğulup çoğunluğun bir Uygur kardeşimiz Yapon'da parlament azası oldu. Şuna okşaş bu öz yaşatkan devletlerin ki siyasetiga, siyasetçilerge tesir gösterdiğin bir imkaniyet geliş için şu siyasi sistemin içinde hizmet kılış gerek. Bir devletlerin mevcut buluş için injenerlerini, matematikçilerini, fizikçilerini başka devletlerden kabul kılıp işiltişi ve şulardan paylanış mümkün lekin siyasetçi özünün çıkkını yaxşı. Şu hükümetin içinde siyaset tüzülümüge, siyasi anseviyege tesir gösteriş için şu üstelde orun oluş gerek. Şu an ben yeni devirdeki Uygur vatandaşlar bir yerde olsun, başka yerde olsun köprek siyasi hayatqa, hükümetin siyasi hayatıga kirişini tavsiye kıldım. Biz Uygurlar bir cumhuriyetçi halk. 1945 yılı kurgan Şarkı Türkistan'ın 2. Cumhuriyeti'de qarargan bolsanız, hazır halklarda köp milletlik bir sağlam sistemini kuruşqa tirişqan ve de məğlub bolğan şundaq bir vəziyyətni Uygurların ecdatları 1945 yılında qolçuluq qurgan hökumətdə bunu gevləndirgan, məsələn Qazaxlar, Qırğızlar, Özbekler, Uygurlar hemimiz qoşulub şundaq bir cumhuriyet sistemdeki başqalarga oxşaş muamele kıldığan, başkalarının dini erkinlikini hürmet kıldığan, başkalarının ki medeni hayatını hürmet kıldığan bir beraber müştaq bir hayatını, sistemini bizden ecdatlarımız, Uygurların ecdatları burun kurup bakkan ve aldığı ilgilenip mandırıp bakkan. Şuna bir yerde bir örnek, tarihi örnek var. Ben şundaq bir cumhuriyetçi sistemini kıyas kıla alayım. Benim en çok hayat nişanım bugünkü günde bunu kısa müddetlik, uzun müddetlik deb görüş mümkün. Kısa müddette hazırkı şu kırgınçılıkını toxtutuş. Uygurlarının ki şu 800 milyondan 1 milyon kadar perzentle ailesinden, anasından, uruktukallarından ayrılıp bitildi. Uygurlarının ki en az değilse ictimai aile hayatını eslik keltiriş, onundaki Uygurlarının siyasi hukukunu kol geliş. Endi bunu amelga aşırmazsak bu Uygurlar bu dünyada yeryüzünü yoqab ketadi. Tabii chet ellerdeki Uygurlarla ma'lum derecede özümüzden saklap kılışımız mümkün, lekin yanıla şu vatan, şu böşük, şu Uygurlarının ki ana zimini, Uygurlarının ki hayatıyla kengiyip, biyip ve mevcut olup duruş gerek. Bu bir ikinci uzun müddette evitkan olsak Uygurlar bir uzun tarihi var, medeniyeti var, bir ulug millet deb görme. Hemeden özünün milletin ulug gördü. Uygurlar mevcut bir ulug millet. Ama şundaq bir çoğun millet özü hoca bolduğan, özünün ailesini kurduğan, özünün devletini kurduğan, özünün ki siyasi düzülmesini kurduğan, özünün iqtisadını mandırdığan bir imtiyazga eriş gerek. Uygurların körlük için hizmet kılış benim ahirki nefesime kadar hizmetim. Atu faciəsinin qurbanlarını əsləş məqsədində fəaliyyət ötküzüldü. Ushbu işçilərə jüt aktivistləri, cəmiyyət təşkilat əzaları iştirak qıldı. Məlum ki, 1918-ci yılı may ayında Yatsuda Murayev rəhbərligindəki Qızıl Gvardiyaçılar otriyadının Uyğurlarını ammavi qırışı Uyğur xalqının 20-ci əsrdəki ən faciəlik sahiblərindən biri oldu. Həm bu vaqiə tarixdə Atu faciəsi degan nom bilan qaldı. Sabiq kengəş dövründə məşu vaqiəyə münasibətli barlıq məlumatlar məxfi bolğan. Faqat 1970-ci illəri Atu haqqında ilmi və publisistiklik maqalalar yazıldı. Ümumən alğanda Uyğurlarni ammavi qilish voqeasi kengash davrining tarixida man'iy qilingan mavzular bo'lib qoldi. 1918-yili yuz bergan qonliq voqealar dastlabki qatim ommaviy axborot vositalarida kengash tarixining va kommunistik hokimiyatning ommaviy tiqiblash siyosatining oq dog'lari sifatida qayta qurish va oshkorlik davrida berilishga boshlandi. Qozog'iston o'z mustaqilligini olganda Atu fojiasining qurbonlarini xotirlash bo'yicha nurg'un ishlar amalga oshirildi. Фарух Махмудов построит в Алматы новый автозавод. Инвестиции в проект составят 72 миллиарда тенге. Орбис Казахстан заключила с Exit International соглашение о производстве автомобилей в Казахстане. Об этом 18 мая сообщили в казахстанской компании.
Подписание лицензионного соглашения состоялось в ходе казахско-китайского инвестиционного круглого стола в Сиане. Соглашение предусматривает право компании Orbis Manufacturing, дочернее предприятие Orbis Казахстан, производить автомобили премиального китайского бренда Exit в Казахстане. Muşu günlerde Dostluk Öyde Almut Şəhərlik Uyğur Etnomedeniyet Mərkəzi əzalarının kengaytılgan məclisi olub ötdü. Dəslab söz alğan mərkəz rəisi Osmancan Obulov jıl beşidən bugünkü günə qədər əməlgə aşırğan işlərə təfsili toxtaldı. Andan yığınğa mehman süpürə təklif qılınğan Qazaxstan Uyğurları Cumhuriyetlik Birləşməsinin rəisi Akimjan Arupov bilan orunbasarı Şəfkat Nazarov, Qazaxstan Uyğurlarının baş yigitbeşi Dolqun Raziyev, Almut Şəhərlik hakimiyyət yerindəki Anla Kengişinin rəisi Maynur İsrailovalar mərkəz fəaliyyətinə yuqori baha berib, gələcəkdə həmkarlıqda ötküzülən çağrı tədbirlərini mühakimə qıldı. Andan söz alğan Xanım Qızlar Kengişinin rəisi Roza Ababakriyeva, Əvizov Nahiyəlik Şöbünün rəisi Ali Əhmədov, Türksip Nahiyəsinin baş yigitbeşi Sultan Srafilovlar ötkəzgən işləri boyunca hesabət berib, gələcəkki bəlgilgən planları bilan ortaqlaşdı. Andan köpçülük avaz bilan mərkəzinin Türksip Nahiyəlik Şöbəsinin yeni saylanğan rəisi Dolqun Ababakriyev şəhərlik Uyğur Etnomedeniyet Mərkəzi rəisinin yardımçısı olub saylandı. Şundaqla hayat əzalığına yenidən qəbul qılınğan yaş əzalar Nurlan Aydındinov, Mutallib Muqbulov və Kommunar İslamyarovlarga mərkəz guvanamlarını tapşırdı. Центр региональных исследований при кафедре Центра региональных исследований под руководством профессора Аблята Камалова продолжает деятельность в рамках инициативы «Культурное пространство Центральной Азии». 25 мая Центр провел международный круглый стол на тему «Просветительская деятельность джадидов в Узбекистане в конце XIX века, начале 20-х веков в контексте интеллектуальной истории Центральной Азии» в рамках инициативы «Культурное пространство Центральной Азии». Модератором мероприятия выступил программный координатор, директор Фонда тюркских народов Туран Дунясы Карлин Махпиров. Целью круглого стола являлось освещение деятельности джадидов и этапов становления их просветительской идеи в евразийском пространстве, изучение образовательной политики джадидов, развитие новых взаимоотношений и сотрудничества между тюркскими народами. 26 мая в школе поселка Кичик-Аксу состоялось праздничное подведение итогов конкурса 1000 задач и их решения. И «Я читаю много книг». Конкурс длился в течение всего учебного года. Учащиеся были разделены на 3 возрастные группы и с промежуточными проверками учителями их тетрадей по решению задач и чтению книг шли к своей победе. У истоков этого проекта при поддержке района стоял бывший директор этой школы Кадиров Тохтахон. Решая 1000 задач, дети получают огромное развитие в математике, физике, геометрии. Читая много книг, развивается духовно. Поздравить победителей конкурса приехали руководители отдела образования Уйгурского района, а также профессор Аламжан Тлвалды, представители Республиканского уйгурского этнокультурного центра Авамисим Вамизангуль с помощницами. От городского уйгурского этнокультурного центра писатель и главный редактор газеты «Азия Бюген» Тельман Рахунов, от Союза жигитпищей город Алматы Махмудчан Мансуров, представители Уйгурского этнокультурного центра Уйгурского района Арлен Усманов и другие. В Японии стартовал 6-й чемпионат мира по кудо. От нашей страны было заявлено 5 спортсменов, и из них 3 призовых места. Это колоссальный результат, сообщает Проспорт КЗ. Это новая история кудо в Казахстане. Это первые представители среди юниоров, которые отлично представили нашу страну на чемпионате мира Японии. Первое место занял Ринат Аутов, выступающий в категории Ю-19, 230 единиц, тренер Павлов Алексей, спортивный клуб единоборств Айнабулак. На этом наша программа подходит к завершению. В эфире был канал Казахстан Уйгурлары с программой «Новости». Здесь делают честные новости. Bizning programmamiz mushun bilan tamam. Efirda bo'lgan Qozog'iston Uyg'urlari qanli xabarlar programmasi. Samimiy xabarlar bizning qanimizda.